Bizimlə danışan hal-hazırda elə prodüserimiz Ruslandır. Onun da başına oyunlar gəlib. Ruslan, nə olub əzim? Nə gəlib başına? 16 il bundan əvvəl 14 yaşım olanda Türkiyəyə səyahət eləmişdim. Türkiyənin belə bir kiçik liman şəhərləri var, Şili. Sahilə çıxdı Ruslan. Təzə sahil tapdı Ruslan. Sahillərin dilində. Beşiktaş azərkeşidir. O mənimlə belə bir zarafat eləmək istədi. Beşiktaşın o ərəfələrdə Türkiyə Kubokunun finalında Konya Sporla oyunu var idi. Mənə Beşiktaş forması geyindirdi, şərfini, bütün atributikasını belə deyək. Sən demə, Konya Sporun oturduğu azarkeş orasında bilet alıb, belə bir zarafat eləmək istəyir. Deyir ki, abi sən git oraya, ben geleceğim şimdi. Mən də gəlmişəm, yazılıb burada deplasmandır, nədir, başa düşmürəm nədir. Görürüm ki, burada Konya azarkeşləri oturub. Mən də Beşiktaş hamı da mənə belə qəzəbli baxır. Amma yaşıma görə mənə heç nə demədilər. Deyir, abi sen ne yapıyorsun burada? Deyirəm, futbola gəlməyə baxmışam da neynəyəcəm? Manyak mısın ulan? 3 tane Konyalı gördüm. Mehribancasına dedilər ki, uşaqla işin olmasın. Belə də oyuna baxdım, düzdür. Beşiktaş uduzdu orada. Konyalı. Yaxşı ki uduzdu demək üçün cəsarət etmisən də, yəni fürsət yaranıb. Bu arada onlar mehribancasına sənə yol göstərib stadiondan çıxartdılarsa, mən əminəm ki, heç də mehribancasına olmayıb, sadəcə efirdir deyə bilmirsən. Bəli.